Tindən salam. Atam şükür Allaha torpağa qaytardılar. İndi qaçqınlar da yavaş-yavaş qeydirlər öz torpaqlarına. Elələri var ki, laf sürünə geyri ata yurtlarına. Elələri də var ki, belə. Qardaş, Xanabat sakiniyəm. Köçmüşəm Xanabata. 189-73-54 saylı evdə yaşayıram. Dövlətin mənə verib, sağ olsunlar. Təşəkkür edirəm. Bax, buradan gecə hamama, tualetə getməksən. Gərək buradan bir dənə zont tutarsan, başın üstündə gedərsən hamam, tualetə. Hamam, tualetə də girirsən, qardaş. Alt spandan mənə hamam, tualet yığıb veriblər. Bu şirkət başım çıxmır. Dövlətlə məzələn, yoxsa vətəndaşlarla. Alt spandan hamam, tualet olmaz. Bütün qapısı qırıq. Bütün traplar, hamısı. Hansı çəkirsən, əlində qalır. Bu buradan qırıq. Qardaş, elə Bakıda 280 dönüm məktəbin həyətində yaşayırdım da belə. Mən gəlib burada əsəb olacamsan. Bura gələndə siqaret çəkməyə başlamışam. Bu nədir? Belə şey olar. Bütün su, yer bura, bütün beton, ora kafel. Hamam tualetə getmək üçün gəl oradan şərt tikəyinəsən. Gəlib burada bir dənə şərtini dəyişəsən. O vəziyyətimiz bu vəziyyətdir. Xahiş edirəm adəti qurumlardan bu video bir dənə səsimizə səs versinlər. Biz də bir Azərbaycan vətəndaşıyıq. Hala, mən deyəm, tualetə girib belə söhbət elədin ki, İbastıya aləmiyə, heç olmasa çıxanda baçakı çəkərdin. Hə, baçakın da xərəbdir. Onda bu qədər basıb bağlama da. Tesini al, yerinə bağla. O boyda ev veribləri, bostanla, bağla. Siz söyünməyə əvəzinə, əlkə söyünməyə eləyirsiniz. Qeydib deyirsən ki, buradan bura tualetə necə gedim yağış yağanda? Çətirlə, mən deyən, əvvəl necə gedirdin? Çol dibinə. Deyirəm, əcəb düşmüş zibiləyə. Necə olur ala, 8 ay bundan qabaq sənə ev verəndə, təhvil təslimə qol çəkəndə, yorğanımı başıma çəkəndə, heç belə demirdin. İndi nə var tumamı çəkmisən? Başıma, yaraşdırdın, yaşı var. Hala, minlərlə gənclər var, həsrətdirlər evə. Kvartirant qalır. Qardeşlər və bacılar. Son söz süzə qalır. Beləsinə nə deyək? Dinliyor. Tinimiz düzdür. Birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir. O da Nizami Gəncəvi bunu neçə əsr bundan qabaq yazıb. Çox həyif ki, indiki dövrdə təkcə su yox, belələri də dərd verir. 14. əsrə İbn Nizam'ın vefatından sonra ilk bize gelip zaten ayrı olmuş. Primo manoscritto che ci è arrivato dopo la morte di Nizami Gencəvi. Sesini Yavaş yavaş. Oğullar var. içinde böyle minatürler var bak. 14. əsr. İçinde 44 tane 44 minatür var. Bunu yani staca masaya koyuyor. Ben Birinci bu videoya mən də baxanda elə bildim ki, İsa Həbibbəli Vatikanlılara albom göstərir. Nəvəsinin kiçik toyunu ki, əmilər baxsın. Sonra gördüm ki, yox ayala, bu Nizami Gəncəvinin 14-cü əsrdə əl yazmasıdır. İsa müəllim, işdir şayət, nə vaxtsa yolunuz Vatikana düşsə, sizə orada İsa'nın əl yazmasını yox, heç papanın papağını da verməzlər əlvizə. Tak işte o, papağınızı qabağınıza qoyub fikirləşin. Yoxsa papağınız da yoxdur, sizdə ancaq şapqadır. Dinliyor. Tinimiz düzdür. Hala, bu xəbəri eşidəndə dedim yox, bunu Tinnius'da deməsəm, ürəyim partlayar. Deyirsin oğlu, Masallıda 64 yaşlı kişini əskərliyə çağırıblar. Hala, mən deyəndə, biraz da gözləyəriniz, pensiya çıxarır, sonra apararız da. Sonra qeydib deyiblər ki, texniki səhv olub. İndi yaxşı bu texniki səhv olmasaydı, bu kişi əskər balam yox, əskər babam olsaydı, hələ bu səhər düzülüşündə komandir qeydib deyəndə ki, əskər, fərəqər. Kişi qeydib deyəcəkdi ki, balam, bir dənə gözlə, dizlərim ağrıyıb, bir dənə mas sürtün, gəlirəm. Yəni yaxşıdır ki, texniki səhv olub ha. Yoxsa dayday gələndə hərbi biletlə təzyiq dərma zat da verəcəkdir. Atam balası, bunların 62 yaşlı kişini əskər eləməkləri. Nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.